Vaxtınız xeyir olsun əziz şagirdlər. Bugün sizinlə biz 8 mart 2026-cı ildə təşkil olunan 7-ci sinif OTK sınağının izahına baxırıq. Birinci testə baxırıq. Hiking. Hikingin bizdə mənasını istəyir. Dağda gəzməkdir. Burada olacaq B variantı düzgün cavabımızdır. İkinci testə baxırıq. İkinci testdə she can-dən sonra feil s qəbul etməz. A variantı yanlışdır. Can-dən sonra feil keçmiş zamanda olmaz. Could olardı keçmiş zamanda olması üçün. C variantı düzgün cavabımızdır. Could play veribdir keçmiş zamandan. Yesterday verib, can verib, could verməlidir. She could playing ing gəlməz. Can-dən sonra coulddan sonra nə to, nə ing gəlməz. C variantı düzgün cavabımızdır. 53-cü testə baxırıq. Mark helped. Mark kömək elədi. Ev tapşırıqlarında mənə kömək elədi, amma bunu özü üçün eləmədi. D variantı düzgün cavabımızdır. 54-cü testə baxırıq. They were playing football in the park at 5 o'clock yesterday. Dünən saat, A bəndə düzgün cavabımızdır. Dünən saat 5-də. Keçmişdə dəqiq saat verirsə, keçmiş tamamiyyətcə zaman. They play s qəbul etmir. They are playing yesterday ilə are yox, were playing olardı. They were play yox, playing olardı, yanlışdır. They play football, burada last dediyinə görə played olardı. Keçmiş zamanda verərdi feili. Davam edirik. Bizdən mətnimiz var. Maria Cruz məşhur bir alim idi. 1867-ci ildə Pollandda dünyaya gəlmişdi. Sonra o Fransaya köçmüşdü və təhsilini davam elətdirmişdi. Fiziks və riyaziyyatçı universitetdə və çox işləmişdi alim olmaq üçün. Maria Cruz və onun əri Pierre Cruz iki yeni element kəşf elədilər ki, polium ilə radium idi. Onun çoxlu təcrübələri var idi və diqqətli nəticələri diqqətli yoxlamışdılar. Onun araşdırmaları həkimlərə radiasiyada, tibbdə xəstə insanları sağaltmağa kömək etdi. Maria Cruz 2 dəfə Nobel mükafatı qazanmışdı. O birinci qadın idi ki, Nobel mükafatı qazanmışdı. Bəzi insanlar xatırlayırdı onu, çünki o dünya elmini dəyişdirmişdi və ruhlandırmışdı bir çox gənc alimləri. Deməli, o yeni bir planet kəşf eləməmişdi, ay yanlışdı. Musiqi və incəsənət oxumamışdı. İkinci qadın idi, yox, 2 dəfə qalib gəlmişdi, mükafata layiq görülmüşdü. Həkimlər kömək etdi Mariaya. Yox, həkimlər yox, Maria həkimləri kömək eləmişdi. O əri ilə çox işləmişdi. E variantı 55-də düzgün cavabımızdır. Maria Cruz məşhur oldu. Yeni elementlər kəşf elədi və çox çalışdı. C variantı. Davam edirik. 55-ci testdə hansı yanlışdır bizdən soruşur. Universitetdə o fənlərinə science və numbers, bəli, riyaziyyat və elmə maraqlanmışdı, fokuslanmışdı. O çoxlu vaxtını elmi işlərinə həsr etmişdi. Detailed not about work, she did it laboratoriyada təbii olaraq işləmişdi ki, yeni elementlər kəşf eləmişdi. Maria Cruz təhsilini başqa Avropa ölkəsində davam etdirmişdi. Bəli, o heç vaxt digər ölkəsini tərk eləməmişdi. Niyə ki, ölkəsindən çıxıb Fransaya getmişdi. E variantı düzgün cavabımızdır. 58, 59, 60-cı suallar isə dinləmədə çox təəssüflər olsun, yoxdur. Əgər sizdə də sınaqlar varsa, göndərin, izah edin.